Alfa-Xrom artıq çəkidən azad ol. Bu videomuzda insanların demək olar ki, hər gün yediyi, ürək, damar, bağırsaq və beyin sağlamlığını məhv eləyən bir qidadan danışacağım. Üstəlik o qidanı çox adam gedib marketdən almır. Həmin qida gizli şəkildə süfrəmizə gəlir və biz onu xəbərimiz olmadan yeyirik. Bəli, indi adını çəkəcəyim bu qidanı rasionunuzdan çıxarsanız xəstəliklərdən uzaq duracaq. Daha sağlam və uzun bir ömür yaşayacaqsınız. Hazırsınızsa gəlin sizə dünyanın ən zərərli qidası haqqında danışım. Dəyərli izləyicilərimiz, bu cür videolarımızın davamının gəlməsini istəyirsinizsə, elə indi aşağıda yerləşən şərh bölümünə davam sözünü yazın. Bu bizə motivasiya verəcək. Ən zərərli qida siyahısında birinci yerdə margarin gəlir. Bəli, margarin palma, soya, kanola və günəbaxan yağından hazırlanan süni bir yağdır. Bu yağ bitki yağlarının hidrogenləşdirilməsi yolu ilə əldə edilir. Proses zamanı maye bitki yağları bərk hala gətirilir. Hazır margarinə dadlandırıcılar, rəngləndiricilər və konservantlar əlavə olunaraq insan orqanizmi üçün ən zərərli qida sayılan trans yağlara çevrilir. Margarin 19-cu əsrdə fransız bir kimyaçı tərəfindən kərə yağına alternativ olaraq yaradılıb. Həmin dövrdə kasıb əhalinin qatı yağa olan tələbatını ödəmək üçün belə bir addım atılıb. Lakin ucuz başa gəlməsi, dadının yaxşı olması bu yağın bütün dünyaya qısa müddətdə yayılmasına səbəb olub. Sözün qısası, margarin 19-cu əsrdən bəri insanları zəhərləməyə davam eləyir. Margarin bədən istiliyində tam ərimir və metabolizma tərəfindən çətinliklə parçalanır. Bu yağlar uzun müddət orqanizmdə qala bilər və yağ toxumasında arteriyalarda yığıla bilər. Margarinin tərkibindəki trans və doymuş yağlar damarların elastikliğini azaldır. Xolesterolu artıraraq damar divarlarına yığılır və ateroskleroz yaradır. Bu vəziyyət infarkt və insult riskini də artırmış olur. Yəqin ki, indi aranızda mən marketdən margarin almıram deyənlər var. Amma bu yağ mətbəxinizdə özünüzün də xəbəriniz olmadan daxil olur. Məsələn, şirniyyat mağazalarından aldığınız un məmulatları. Marketlərdə satılan qidaların əksəriyyətində margarin var. Çünki margarin xarab olmur, ucuza başa gəlir. Bu da istehsalçılar üçün fürsət yaradır. Margarin bir çox market məhsulunun tərkibində gizli şəkildə olur. Hətta siz məhsulun üstünü oxusanız belə onu görməyə bilirsiniz. Bəs bu necə baş verir? Gəlin biraz ona aydınlıq gətirim. Yəqin ki, çoxlarınız marketdən məhsul alarkən məhsulun tərkibi bölməsində palma yağı sözünü axtarırsınız. Palma yağının zərərləri ilə bağlı insanlar son illər maariflənib. Bu sözü harada görürlərsə həmin məhsulu almırlar. Lakin istehsalçılar isə belə bir fırıldağa əl atıb. Məhsulun üzərinə palma yağı sözü yox, hidrogenləşdirilmiş bitki yağı, qismən hidrogenləşdirilmiş yağ, bitki yağı tərkibli məhsul, yaxud da ki, bitki yağı əvəz edicisi yazır. Yəni, margarin və palma yağı sözünü bu ifadələrlə əvəz eləyir. Bildirim ki, əgər məhsulun etiketlərində bu ifadələri görsəniz, deməli tərkibində margarin və trans yağlar var. Onu qətiyyən almayın. Gəlin keçək tərkibində margarin olan qidalara, un məmulatları və şirniyyatlar. Məsələn, peçeni, vafli, kurasan və kekslər, paketlənmiş tort və pirojnalar, donatlar və sənaye istehsalı olan şirin çörəklər. Margarinlərə siz restoranlarda da rast gələ bilərsiniz. Özəlliklə fast food və hazır yeməklər satılan restoranlardakı kartof qızartması, pizza xəmiri, pizzaların üzərinə çəkilən bəzi pendir tipli qarışıqlarda, dondurulmuş yeməklərdə, məsələn, qızardılmış nagetslər və bilinçiklərdə bu yağlar olur. Marketlərdə satılan bəzi ucuz kərə yağı əvəz edicilərində, tərkibində bitki yağı olan, bəzi hallarda isə üzərinə belə qeyd olunmayan kərə yağlarında, uşaqlarınıza aldığınız şokolad krem qarışıqlarında, hətta faydalı hesab edib aldığınız süd pendir məhsullarında da bu yağlardan var. Şokoladlardan, konfetlərdən heç danışmıram. Daha nə qaldı? Deyirsinizsə siyahımız uzundur. Keçək digər məhsullara. Uşaqlarınıza aldığınız çipslər, hazır partladılmış popkornlar, bəzi duzlu çərəzlər və çubuq krakerlərdə margarin yağı var. Hazırladığınız tərəvəz salatlarının bütün faydalılığını məhv eləyən mayonezlər,
ketçuplar, süni pendir və salat soslarında margarin var. Budur, siyahını təqdim etdim. Əgər margarindən uzaq durmaq istəyirsinizsə, təbii yağlarla, məsələn, kərə və zeytun yağından hazırlanan məhsullara üstünlük verin və məhsul etiketlərini diqqətlə oxumaq lazımdır. Yaxşı, bilmədən yaxud da istəyərək margarin yağlı qidalardan istifadə ediriksə, bizi hansı xəstəliklər gözləyir? Gəlin biraz da ondan danışaq. Margarin və onun tərkibindəki trans yağlar uzun müddət istifadə edildikdə müxtəlif xəstəliklərə və sağlamlıq problemlərinə səbəb ola bilir. Birinci yerdə ürək-damar xəstəlikləri gəlir. Trans yağlar damarların divarlarına yığılıb sərtləşməyə səbəb olur. Bu da infarkt və insult riskini artırır. Margarinlər xolesterol balansını pozur, pis xolesterolu artırır, damarları daraldaraq hipertoniya, yəni yüksək təzyiq riskini artırır. Margarin orqanizm üçün süni bir yağdır və bədən onu düzgün parçalaya bilmir. Bu da bədəndə piy yığılmasını sürətləndirir. Parçalanmayan yağlar daxili orqanlarımızın kənarına, dəri altına və damarlara yığılır. Bu hal maddələr mübadiləsini yavaşladaraq metabolik sindroma səbəb olur. Bədənimizdə insulin həssaslığı azalır. Bu da şəkər səviyyəsinin yüksəlməsinə səbəb ola bilər. Daim margarin tərkibli qidalar yemək şəkərli diabet riskini artırmış olur. Margarin qaraciyərə necə təsir eləyir? Margarin zərərli yağ turşuları ilə zəngin olduğu üçün qaraciyərdə piy yığılmasını artırır. Bu, alkolsuz yağlı qaraciyər xəstəliyinə səbəb ola bilir. Qaraciyərdə həddindən artıq yağ yığılması iltihaba və qaraciyər funksiyasının pozulmasına gətirib çıxarır. Əlamətləri isə bunlardır: qarında sağ tərəfdə ağrılar, yorğunluq və halsızlıq və iştahın azalması. Qaraciyər bədəni toksinlərdən təmizləyən əsas orqandır. Margarindəki süni yağlar və qatqılar qaraciyəri həddindən artıq yüklüyür və onun detoks funksiyasını zəiflədir. Nəticədə toksinlər bədəndə daha uzun müddət qalır və iltihabi proseslər başlayır. Uzun müddətli istifadə fibroz və sirroz riskini artırır. Sirroz qaraciyərin həddindən artıq zədələnməsi nəticəsində onun funksiyasını itirməsi deməkdir. Margarin börəklərimizə necə təsir eləyir? Margarində olan trans yağlar və süni maddələr bədəndə iltihabı artırır. Bu da börəklərin yükünü çoxaldır. Börəklər qanı süzərək toksinləri orqanizmdən xaric eləyir. Margarində olan stabilizatorlar və konservantlar börəklər üçün əlavə yük yaradır və onları zəiflədir. Əlamətləri isə bunlardır: ayaqlarda və üzdə şişkinlik, yorğunluq, halsızlıq və sidiyin rənginin dəyişilməsi. Margarindəki bəzi qatqılar bədəndə kalsium balansını da poza bilər. Bu isə börəklərdə kalsium yığılmasına və daşların əmələ gəlməsinə səbəb olur. Margarin qan təzyiqini yüksəldə bilir. Bu da uzun müddətli istifadəsi zamanı börək çatışmazlığına belə səbəb ola bilər. Margarin xərçəngə səbəb olurmu? Bəli, margarinin uzun müddət istifadəsi xərçəng riskini artıra bilər. Bunun səbəbi tərkibində olan trans yağlar, süni qatqılar və oksidləşmiş yağlardır. Margarində olan trans yağlar hüceyrə membranını zədələyir. Bu da DNT mutasiyasına və nəzarətsiz hüceyrə bölünməsinə səbəb ola bilir. Xüsusilə döş, bağırsaq və prostat xərçəngi yaradır. Margarin bədəndə iltihabı artıraraq xərçəng üçün uyğun bir mühit yaradır. Xroniki iltihab xərçəngin yaranmasına səbəb olan əsas faktorlardan biridir. Bu yağ eyni zamanda hormonal balansı da pozur. Xüsusilə döş və uşaqlıq yolu xərçəngi riskini artırır. Hətta sonsuzluğa belə səbəb ola bilir. Bəs maraqlıdır, margarin beynimizə zərər verirmi? Bəli, beyin sağlamlığı üçün faydalı olan təbii yağlardan fərqli olaraq trans yağlar beyində iltihabı artırır və uzun müddətli istifadəsi zamanı yaddaş problemlərinə belə səbəb ola bilir. Bəs margarinlərdən uzaq durmaq üçün nə etməliyik? İlk növbədə margarin əvəzinə təbii yağlardan istifadə edin. Məsələn, nehrə yağı, quyruq və zeytun yağı. Rasionunuzdan hazır qidaları, fast foodları, sənaye istehsalı olan şirniyyatları çıxarın. Detoks effektli qidalara, limonlu su, yaşıl çay və sarıkökdən istifadə edin. Bol su için və spirtli içkilərdən uzaq durun. Bütün bunlar sizin sağlamlığınız üçün önəmli addımlardır. Qətiyyən unutmayın. Belə, dəyərli izləyicilərimiz, bu günlükdə bizdən bu qədər. Videolarımızın davamının gəlməsini istəyirsinizsə, kanalımıza abunə olmağı və videolarımızı da bəyənməyi unutmayın. Bizi həmçinin Facebook, YouTube, TikTok və Instagramdan da izləyə bilərsiniz. Bir bax yazıb axtarış verməyiniz kifayət eləyir. Növbəti videolarımızda görüşənədək. Hələlik.